Hər kəsə salam. Buketlərinizi daha uzun müddət saxlamaq üçün lifehack məsləhətlərlə gəlmişik. Çiçəklər gözəllik və canlılıq gətirməklə yanaşı məkanda harmoniya yaradır. Bəs bu çiçəkləri necə uzun müddətli saxlaya bilərik? Sadə, lakin vacib addımlar çiçəklərin ömrünü daha uzun etməyə kömək edəcəkdir. Çiçəklərə gündəlik qulluq. Gəlin sizə ilk öncə budaqların kəsilməsi haqqında danışım. Çiçəklərin saplarını 45 dərəcə bucaq altında kəsməklə onların suyu daha yaxşı içməsinə kömək olacaqsınız. Bununla yanaşı vazadakı suyu mütəmadi olaraq dəyişmək lazımdır. Vaza seçimi. Təmiz bir vaza sağlam bir buketin hasarıdır. Vazanın kənarındakı bakteriyaların çiçəklərə zərər verməməsi üçün öncədən isti su və sabunla yuyulması mütləqdir. Növbəti vacib məqam isə vazanın ölçüsüdür. Suyun miqdarı gövdələrin uzunluğunun ən azı yarısını örtməli, çiçəklərin nəmə çıxmasını təmin etməlidir. Gövdələr bir-birinə çox yaxındırsa, onlar yaxşı havalandırılmaya bilər. Bu da bakteriyaların sürətli artmasına səbəb olacaqdır. Çiçəklərin nəfəs almasına imkan verən vaza seçin. Suyun keyfiyyəti və düzgün temperatur. Çiçəklərin çoxu 20-25 dərəcə temperaturlu suda özlərini daha yaxşı hiss edir. Bu şəraitdə gövdələr nəmi daha tez mənimsəyir, bu da çiçəklərin təzə qalmasına kömək edir. Lalə və nərgiz kimi soğanlı bitkilər sərin suya üstünlük verirlər. Çünki bu, onların böyüməsini ləngidir və çiçəklərin daha uzun müddət təzə saxlayır. Qidalandırıcı əlavələr. Qidalandırıcı əlavələr çiçəklərdə qocalma prosesini ləngidir. Çiçəklərin qurumasının və göncələrin solmasının qarşısını alır. Tərkibindəki aktiv maddələr suda qocalmanın sürətlənməsinə kömək edən bakteriyalarla mübarizə aparır. Məhsulun tərkibində çiçəklərin həyatı üçün optimal şəraiti saxlayan konservantlar, qida maddələri və turşuluq tənzimləyiciləri var. Məişətdə istifadə olunan şəkər və ya aspirin kimi müxtəlif əlavələr ilə sınaq keçirməməyə məsləhət görülür. Buketlərin təravətini uzatmaq üçün gündəlik qulluq kifayətdir. Antibakterial komponentlər olan hazır əlavələrdən istifadə edə bilərsiniz. Gəlin sizinlə maraqlı və hər kəsin bilmədiyi məlumatları da bölüşüm. Çiçəkləri elektrik və ya istilik cihazlarının yanına qoymayın. Canlı çiçəklər birbaşa günəş işığını və eyni zamanda qaranlığı sevmirlər. Çiçəkləri meyvə və tərəvəzlərin yanına qoymaq olmaz. Çünki onlar eyni maddə fitohormon buraxırlar. Ona görə də yaxınlıqda duran çiçəklər vaxtından əvvəl quruya bilər. Çiçəkləri metal vazalara qoymaq olmaz. Fakt budur ki, kəsilmiş çiçəklər suyu oksidləşdirir və belə bir mühitdə qorunmayan metal çiçəklər üçün zərərli olan çox sayda ion buraxır. Keramika və şüşə kimi materiallardan hazırlanmış vazalardan istifadə etməyi məsləhət görürük. İndi bu məsləhətlərə əməl etməklə çiçəklərinizi daha uzun müddət saxlaya biləcəksiniz. Çiçəklərə qulluq barədə əlavə suallarınız olarsa, şirkətimizlə əlaqə saxlayın.